Qida aqressiyası olan itin qabağına yeməyi qoyuruq. Bu qidaya qarşı aqressiyadır. Birinci mükafat yemini götürür və iti başlayacaq çağırmağa ki, yanımıza yemək yediyi zaman gəlməyi öyrənməlidir. Rover, idikim. Malacez. Rover, gəl bura. İdikim. Malacez. Və təbii ki, birinci etaplarda biz onu yem qabından uzaqlaşdırırıq və yemək qabından gelib rahat yeməyə qabağından götürə bilərik. İkinci mərhələdə yemək qabını itə təklif edirəm. Birinci it gözləməlidir. Göstərirəm ki, yemək məndədir. İt özü oturmalıdır. Gözləyirəm əyləşsin. Əyləşdi. Deyir ki, sənə tabi. Və yeməyi əlimdə verməliyəm. Można. 3 ay ərzində it yeməyi əlimizdən yeməlidir. Ki, qida aqressiyası olmasın. Afərin. Yediyi halda götürə bilirəm, verə bilirəm, götürə bilirəm. İt bunu öyrəşir. Və qida aqressiyası təbii ki, yavaş-yavaş yoxa çıxacaq.